Salam dostlar, hər vaxtınız xeyirli olsun. Dostlar, deməli İsrail İran münaqişəsi ilə bağlı bilirsiniz ki, regionda yəni böyük müharibənin astanasındayıq. Diqqətli olmaq lazımdır, ehtiyatlı olmaq lazımdır dostlar. Yəni bu günlərin baş verən bu hadisələr əslində yəni bu günlərin baş verən bu hadisələrin planında, içərisində, çərçivəsində Suriyanı, Irakı, Libyanı darmadağın eləyən güclər bu günlərin regionda yavaş-yavaş sırayla Azərbaycana, Türkiyəyə doğru gəlməkdədirlər. Ona görə diqqətli olmaq lazımdır dostlar, ayıq olmaq lazımdır, ağıllı olmaq lazımdır, şuurlu olmaq lazımdır. Və bəzi dezinformasiyalarda paylaşırlar ki, güya Azərbaycan tərəfindən İrana qarşı nə bilim bombalar atmağa hazırlaşırlar, müharibəyə hazırlaşırlar falan. Belə bu kimi dezinformasiyalar paylaşırlar dostlar. Çox ağıllı olmaq lazımdır, diqqətli olmaq lazımdır. Yəni bilmədiyiniz oyunlara getməyin, bilmədiyiniz oyunlarda iştirak eləməyin. Ağıllı olun, şuurlu olun. Oyunu dəqiq hesablayın. Bu günlərin həssas bir məqamdır. Yəni burada çox diqqətli olmaq lazımdır. Burada bizə xilas lazımdır. Aparıb vətəndaş müharibəsinə çevirib, ölkəni içindən qarışdırıb, aləmi bir-birinə qatıb, gül kimi vətənimizi darmadağın eləmək məqsədləri var əslində bunların. Amma biz ayıq olmalıyıq dostlar. Yəni bizi müharibəyə çəkmək istəyirlər. Yəni görünən bu, gördüyümüz bu dezinformasiyalar var ha. Bunlar hamısı bizi müharibəyə çəkmək üçün oyunlardır. Yəni bilirsiniz də media psixoloji bir müharibədir. Bu media məsələsi mediada. Bu da bir silahdır, psixoloji silah. Yəni bu psixoloji silahın qarşısında diqqətli olmalıyıq, ağıllı olmalıyıq, şuurlu olmalıyıq. Oyunları düzgün hesablamalıyıq. Yəni üstümüzə gələn təhlükənin nə dərəcədə çox və ya az olduğunu dəqiq analiz edib hesablayıb ona uyğun addımımızı atmalıyıq. Hər paylaşılan yalana, dezinformasiyaya inanmayın. İndiki vəziyyət elə bir vəziyyətdir ki, o vəziyyətdən biz belə deyək də özümüzü xilasımız üçün istifadə etməliyik. Başa düşdünüzmü? Yoxsa İsrail İranı bombalayır. Sən deməcə məqsəd molla rejimini devirməkdir. Siz də qalxın ayağa, İrandakılar oradan, bizdəkilər buradan əl-ələ verib böyük bir Azərbaycan quracaqlar. Nə edəcəklər? Bu kimi belə ifadələr də danışırlar, deyirlər, insanları qışqırdırlar, bu oyunlara çəkirlər. Yəni çox ağıllı olmağa çalışın. Yəni İsrail orada İranla savaşır. İsrail heç vaxt bizim böyük Azərbaycan qurulmasına yəni icazə verməz, ona heç razı olmaz. Yəni belə oyunlara getməyin, ağıllı olun, şuurlu olun. Oldu mu dostlar, qardaşlar? Yəni yayılan yalanlara, bu dezinformasiyalara inanmayın. Oxuyursunuz, keçməyin. Dirəniş göstərin. Yalandır, dezinformasiyadır, yazın. Əleyhinə yazın, dirəniş göstərin. İmkan verməyin oyunlara, yalanlara, fitnələrə. Sağ olun dostlar. Allah amanə qalın.